Ötən ay Bakıda ofisiant işlədiyi restoranın yaxınlığında faciəvi şəkildə vəfat edən 19 yaşlı Eltac Əliyevin pulu ilə yaşadığı küçəyə asfalt salınıb. Bununla bağlı mərhumun bacısı sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə Eltacın yaxınları, onu sevənlər həmin küçəni Eltac yolu adlandırırlar. Eltac pul yığmışdı, özünə qismət olmadı. Onun pulu ilə küçəyə asfalt salındı. Eltacın səsi təkcə xatirələrdə deyil, indi addım-addım atdığımız bu yolda yaşayır. Bəziləri sözlərlə xatırlanar, bəziləri əməlləri ilə. Eltac küçəyə yalnız asfalt yox, böyük iz qoydu. İndi bu yola hər kəs Eltac yolu deyir. İllərlə belə deyiləcək. Səninlə hər zaman qürur duymuşuq Eltacım. Qeyd edək ki, noyabrın 21-i Binəqədi rayonu Biləcəri qəsəbəsində Lek Hotel restoranının yaxınlığında oranın 4 əməkdaşının dəmir konstruksiyalı pilləkən apararkən cərəyan vurub. Nəticədə Emil Quliyev, Əkbər Zeynalov, Cavidan Muradov, Eltac Əliyev vəfat ediblər.